Bu gün maşın bazarındayıq və qiymət fərqlərinə baxacağıq. Bu günləri Koreya avtomobillərinin, Amerika avtomobillərinin orta bazar qiyməti ilə sifariş qiymətləri arasındakı fərqləri analiz eləməyə gəlmişik. İndi görək nə maşınlar var. Sanatan gözəlliyinə bax. Salam qardaş, hər vaxtın xeyir. Necəsiz? Sizin maşındır. Neçə verirsiniz? 34 yarım. Sel Plus'da Limited. Sel Plus. Probegi nə qədərdir? Baxma onlarda yəqin. 135 min buyur. 135.891 kilometr. 2020 tek pasportdur. Udarı hardan gəlib vuruğu? Udar yoxdur. Bagaj zədəsi ilə gəlib. Aha. Bagaj da dəyişilib. Zavod bagaj qoyulub. Maşın 5 trafikdən alınır. Yerdədir maşın, sürünür. Dəvin koduna da baxaq. Bəs sonu nə olacaq? Görünüşdə mükəmməldir. Bazarda inanmıram belə maşın olar. Sonu nə deyirsən? Belə Sonya'ya gəldi, o qədər saydı dedi ki, bu qiymətə ver çıxım gedim. Sən xətt var. 34 nə? Nəsə bir şey tapıb keçirəm yenə. Demirəm, tapmaq söhbət deyil. Özümüz bizdə bu maşın neçə oturur. Yəni biraz düş də qiymətdə. Yəni belə maşın 27 min oturmur da. Demirəm ki. Sən oturaq hesablayaq neçə oturur. Xeyirli olsun qardaş. Qəşəng maşındır. İndi qiymətin prosto biraz yuxarıdadır. Onda inşallah real olanda danışarıq qiymətin. Oldu. Sağ ol. Sağ ol qardaş. Yox, bunun kondisioneri soyuq vurur.